Salamlayırıq əziz izləyicilərimizi və mövzumuzun müzakirəsinə dəvət etdiyimiz qonağımızı sizə təqdim edirəm. Azərbaycan Universitetinin müəllimi, iLanguage Academy tədris mərkəzinin rəhbəri Oqtay İsmail. Müəllim, xoş gördük sizi. Xoş gördük. Biz artıq qeyd elədik və eyni zamanda hər kəs bilir ki, fərdi inkişafda ingilis dili həmişə müzakirə mövzusudur. Eyni zamanda karyera başlamaq üçün və karyerada inkişaf üçün ingilis dili tələblərdən və əsas tələblərdən biridir. Bir çox insanlarda isə sual yaranır. Mən texniki sahədə çalışıram, tibb sahəsində çalışıram, müxtəlif sahələrdə çalışıram. İngilis dili birbaşa mənə lazım deyil. Və təbii olaraq sual doğur. Niyə ingilis dili hər kəsdən tələb olunur? Düşünürəm bu sualdan başlasaq yaxşı olar. Maraqlı sualdır. Bu suala belə cavab verərdim ki, ilk öncə çalışdığımız sahəyə baxmaq lazımdır. Biz əgər desək ki, istənilən sahədə ingilis dili vacibdir, bu bir o qədər doğru olmaz. Çalışdığımız sahədən asılı. Məsələn, Azərbaycan mühitində götürsək, yerli sahələrdə çalışan bir ustadan və yaxud bir maşın ustasından yüksək səviyyədə dil biliyi tələb etmək və bunun lazımdır demək düzgün olmaz. Amma beynəlxalq sektorda çalışan, məsafədən işlərdə çalışan insanlar üçün bəli, bu bir vacibdir dil biliyi olaraq. Mən bir statistik məlumatlar da verə bilərəm ingilis dili ilə bağlı. Düşünürəm ki, bu izləyicilərimizə də maraqlı olur. Məsələn, dünyada biz baxsaq ki, nə qədər insan ingilis dilində danışır. Dünyada 400 milyon insanın ingilis dili ana dilidir. 1 milyardda təxminən 1 milyarda yaxın insan, yəni belə götürəndə dünyada nə qədər əhali var? Hər 8 insandan biri ingilis dilində danışır. Yəni biz bu dili bilməklə bu qədər insanla ünsiyyət imkanı qazanmış oluruq. Daha sonra dünyada ölkələrin 67 ölkənin rəsmi dilidir ingilis dili. Artıq biz bu ölkələrə rahat səyahət edə bilərik. Səyahət edən zaman özümüzü özgüvənli hiss edə